Fudeyl ibn İyad rahimehullah demiştir. Ben səbiri balaca uşaqdan öyrəndim. Bir gün məscidə gedirdim. Gördüm ki, bir qadın öz evində balaca oğlunu döyür. O da qışqırıb ağlayır. Köməyə çağırır. Birdən qapını açıb qaçdı. Anası da arxasınca qapını bağladı. Qaydanda baxıb gördüm ki, uşaq anasının qapını açması üçün biraz ağlayıb yalvardıqdan sonra qapının ağzındaca yatdı. Anası qəlbi dözmədi və qapını açdı. Fudeyl ibn İyad rahimehullah bunu danışanda ağladı. Hətta göz yaşından saqqalı yaş oldu və dedi: Sübhanallah, əgər qul Allahın Azze və Cəllənin qapısında səbir edərsə, Allah mütləq onun üçün qapını açar. Əbu Dərdə radiyallahu anh demişdir: duada çalış, həris ol. Kim ki qapını çoxlu döyərsə, ümid var ki, onun üçün açılacaq.